Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyiciləri. Tarixlər fevral ayının 4-ünü göstərir. Bir önəmli xəbərin sizin nəzərinizə çatdırıb. Narıncı xəbərdarlıq başlıqdan göründüyü kimi biz sizlər üçün narıncı xəbərdarlıq yazmışıq. Bugün Bakı-Abşeron yarımadası, Sumqayıt və bir sıra bölgələr üçün, xüsusilə Bakı-Abşeron yarımadası və Sumqayıtın narıncı xəbərdarlıq elan olunur. Narıncı xəbərdar nə ilə əlaqədar? Küləklə əlaqədar olaraq narıncı xəbərdarlıq elan olunur. Mümkün qədər bu havada məcburiyyət olmadısa küçəyə bayıra çıxmayın və həmçinin maşınlarınızı ağaclar altında saxlamağı məsləhət görülmür. Tədbirlərinizi görmək daha məsləhətdir. Çünki şiddətli küləklərin davam eləməsi gözlənir axşam və gecəyə qədər. Və yağıntılarla bağlı onu deyim ki, Bakı-Abşeron yarımadası artıq sulu qar və qar başlayıb. Bir sıra bölgələrdə yağıntılar bəzi gün saatlarda intensiv ola bilər və həmçinin örtü yarada bilər. Ayın 4-dən 5-də keçən gecə və 5 səhər saatlarında Bakı-Abşeron yarımadası bir sıra ərazilərdə -1, -2 dərəcə şaxta, 0 dərəcə, -1, -2 dərəcə şaxta olması gözlənilir. Prosesdən sonra dəniz təsiri yağıntılar bir qədər güclənərsə, Bakı-Abşeron yarımadası bir sıra bölgələrində artıq yağıntılar örtü yarada bilər. Yenilənmiş məlumatlar və yekunlaşmış məlumatlar bunlardır. Ayın 9-da yenidən bir soyuq hava kütləsi gəlməsi gözlənilir. Bu haqqda ətraflı məlumat olacaq. Səhifələrimizi izləməyi və bizi izləməyi unutmayın dəyərli dostlar. Sizləri çox sevirik.